Çeburashka və dostluq evi nağılı. Biri vardı, biri yoxdu. Uzaq tropik meşələrin birində heç kimin tanımadığı, böyük qulaqlı, yumuşaq, qəhvəyi tükləri olan balaca bir məxluq yaşayırdı. Bir gün bu balaca qəhrəman portağal bağında gəzişərkən içi meyvə ilə dolu olan böyük bir taxta qutuya girdi. Portağalların iyi o qədər şirin, qutunun içi o qədər rahat idi ki, o orada dərin yuxuya getdi. O yatarkən qutunu bağladılar, gəmiyə yüklədilər və minlərlə kilometr uzağa böyük bir şəhərə gətirdilər. Mağaza müdürü qutunu açanda heç vaxt görmədiyi bu qəribə heyvanı görüb təəccübləndi. "Sən kimsən belə?" deyə soruşdu. Balaca məxluq isə yuxulu halda qutunun kənarında oturdu. Amma tarazlığını saxlaya bilməyib yerə yıxıldı. Müdür onu qaldırıb yenidən oturtdu. O yenə yıxıldı. Müdür güldü. "Sən ki hey Çeburashka edirsən, yəni yıxılırsan. Adın olsun Çeburashka." Amma yazıq Çeburashkanın nə evi vardı, nə də dostu. Onu qəribə göründüyü üçün zooparka da götürmədilər. O telefon köşkündə yaşamağa başladı. Çox tənha idi və hər gün pəncərədən keçən insanlara baxıb özünə dost tapmağı arzulayırdı. Həmin vaxt bu şəhərdə Timsah Gena adında çox mehriban bir timsah da yaşayırdı. Gena hər gün zooparkda timsah işləyir. Yəni qəfəsdə oturub uşaqları əyləndirir. Axşam isə tək-tənha evinə qayıdıb özü ilə şahmat oynayırdı. Bir gün Gena dözməyib şəhərin hər yerinə elan vurdu. Tənha bir timsah özünə dost axtarır. Çeburashka bu elanı görəndə sevincindən qulaqları titrədi. Dərhal Genanın evinə qaçdı. Qapını döyəndə qarşısında hündür qırmızı pencək geyinmiş, əlində qarmon tutan nəzakətli bir timsah gördü. "Salam," dedi Çeburashka. "Mən səninlə dost olmaq istəyirəm, amma mən nə quşam, nə də itəm. Mən sadəcə Çeburashkayam." Gena gülümsədi. "Əgər sən yaxşı birisənsə, kim olmağının heç bir fərqi yoxdur. Gəl içəri." Onlar o gün dost oldular, amma şəhərdə tənha olan təkcə onlar deyildi. Onlar qərara gəldilər ki, böyük bir dostluq evi tiksinlər. Tikinti vaxtı onlara qoca hiyləgər Şapolyak adlı bir qadın mane olmağa çalışırdı. O, öz siçovulu Lariska ilə birlikdə hər yerə tələ qurur, yaxşı işlərlə məşhurlaşmaq olmaz deyib hamını acılayırdı. Lakin Çeburashkanın səmimiyyəti və Genanın səbri hər şeyə qalib gəldi. Dostluq evi hazır olanda şəhərdəki bütün tənha heyvanlar və insanlar ora gəldi. Hətta Çapolyak da etdiyi səhvləri başa düşüb onlarla dostlaşmağa çalışdı. Çeburashka artıq tənha deyildi. O başa düşdü ki, dünyanın ən böyük xoşbəxtliyi səni olduğun kimi qəbul edən sadiq bir dosta sahib olmaqdır. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.